İmtihana hazırsan. Salam. Aleykümselam. İmtihana hazırsan. Oxumusan. Hə. Bir şey bilirsən. Hə. Gəl belə götür. Biletləndi. Bəli. Siz şagirdin üzünə baxıb 5 verirsiniz. Ona kim deyib, yalan deyib. Abala imtihana hazırsan. Hə, müəllim, hazıram. Götür bilet. Ya sən yaxşıları get baxmaqları. Qalanı odda görürsən imtahan qutarıb. Ay. Danış. Abala sən nə danışırsan? Bileti bilmirəm, ətrafında danış. Qoy yerə bileti. Müəllim, birini də götürüm, onsuz qalıb xarab olacaq. Onu da bilməsən 2 alıbsan. İsim və cisim. İsimlə birləşən sözlərə cisim deyilir. Cisim orada yerləşir, cismin yanında. Niyə oxumamısan? Niyə bilmirsən? Müəllim, oxumuşam, Belə suallara hazırlaşarlar. Hə. 2 aldın, get faizdə gələrsən. Mən paizdə gələ bilməyəcəm. Niyə? Kalaşım yoxdur. Abala kalış imtihana nə dəxlisi var? Müəllim var, dəxlisi çoxdur. Altı var, üstü yoxdur. Hər baxıram qabağa, kaloş gedir tabii. Onda gəl belə edək ki, mən sənə əlavə sual verirəm. Bilməsən qiymətini almayacaqsan. Yaxşı, De görək kök nə deyilir? Kök bizim sinifdə kök combul insana deyilir. Bizim sinifdə sadiqdə kök Xəbər neçə cür olur? xəbər iki cür olur. Şad xəbər, bəd xəbər. Şad xəbər ona deyilir ki, pis qonşumuz yıxılıb, başı əzilib. Bəd xəbər də ona deyilir ki, bizə qonaqlar gələcək. Nə eləyəcək? Yeməklər yeyəcək. Neçə gün qalacaq? 4 gün. Abala niyə oxumamısan? Belə suallara cavab verərlər, bilmirsən. Müəllim, Suda qurda yaşayanlar hansılardır? raklar. De görə adın nə oldu sənin? Fırtışqılı. Mənə də görüm 18-ci əsr alimləri haqqında nə deyə bilərsən? Müəllim, 18-ci əsr alimləri haqqında çox şey deyə bilərəm. 18-ci əsr alimləri ölüblər. Kim alim hardadır? Qəbirstanlıqdır. Belə bilirsən də, keçən dəfə tarixdən 2 aldın. Müəllim, mənim günahım yoxdur. Eldəniz müəllim mənə Napoleonun sualını verir. Mən Napoleon onda var idi. Yaxşı, de görə hansı çayları tanıyırsan? Müəllim, çempion. Sonra Betka. İran çayları da vardı, yığılışıb. Mən səndən onları soruşmuram, mən axıb gedən çayları soruşuram. Axıb gedən çayları. Hə, bu çay içib atıyor, onları. Axıb gedən çaylar var, axıb gedir. Volqa, Küralar. Volqa harda yerləşir? Dədəmin qarajında. Şimyanı bilirsən? Allah, müəllimimiz yaxşıdır. Yaxşı bilirsən. Allah, süper. De görək suya neçə hallar var? Suyu açıyor, krandan gedir. Su soruşuram səndən. H2O nədir? H2O ət və sümükdən hazırlanır. H2O yağlı ətdən və sümükdən ibarət olur. Ağla şeydir, yemək. Yaxşı, de görək hansı ev heyvanları tanıyırsan? Ev heyvanları, qarışqa, mirçək, ağcaqanad, sonra mırmıra, itdili. Ağcaqanad insanın boy yerinə gəlir, zafrafkasını verir. Zafrafkasını veriyəndən sonra gedir. Bu qədər isə adamı sarı dıqdığa. Allah, ağızdan ev heyvanları. Mənim ev heyvanı desə onun evdə nə ölüsü? Abala, mən səndən ev heyvanları soruşuram. İnək, qoyun görmüsən? Qoyun insanların nədir xeyri var? Müəllim, qoyun görmüşəm, bizim sinifdə yalçına müəllimlər qoyun. Ay sağ ol, məşədə o kim xeyir verir? Müəllim, qoyunun bizə odur ki, xeyri. Onun yunundan istifadə edirik, ətindən kabab bişiririk. Sonra, nə bilim, piyindən əridib yağ eləyirik. Necə yəni məşəd yeyilir? Məşəd yeyilir. Məşəd nədir? Məşəd deməlim, yeyir. Necə yəni məşədi yeyirlər? Məşəd qoyunun harasıdır ki? Abala, qoyun fabrikdə hazırlanır. Fabrikdə hazırlanır, qastam hazırlanır. Ay sağ ol, deməli, bizim paltar təmiri edən heyvanlı qoyundur. Bəli. Xaric dili keçmisən? Nə üçün keçməmişəm? Rus dili bilirsən? Əlbəttə. Mənə rus dilindən duz qabı deyə bilərsən? Zızik qabı. Hansı dilləri keçmisən? İngilis dili. Mənə bir söz de. Mən deyəcəyəm ki, qab. My name is qab. My name is
Danga. Bu benim sevimli qabım olsa. My name is Danga. Ay Allah. Əgər o qabdan zəhləm gəlsə. My name is Danga. Birden bir boş kap 2 oldu. Danga. Birden 3 oldu. Danga. Birden bir qalb oldu. Danga. Mənim gözlüyün qatar gedər. Danga. Bəsdir. Sen oxumamısan, sen imtihana hazır değilsin. Sana axırıncı sual verirəm. Buyurun. Bilmədin, qiymət almayacaqsan. Baş. Bu işıqlar görürsən, bu işıqlar olmasaydı, əvvəl adamlar nə edərdilər? İşıq pulu ödəməz. Çık, 2 aldı.